Qarabağ Azərbaycandır. Bu söz 2020-ci ilin sentyabrında Xalq Birliyinin təcəssümü oldu. Bu sadəcə bir şüar deyildi. Bu əsrlərin arzusunu ifadə edən milli and idi. Zəfər günün mübarək. Azərbaycan. Salam əskər. Qarabağ uğrunda ölüm-dirim müharibəsi 1990-cı illərdən başlamışdır. O vaxt mən gənc bir qız idim. Sumqayıt şəhərində böyüyən gənc bir qız. ...1990-cı il. Azərbaycanın hər qarışı o zaman döyüş səngərinə çevrilmişdi. Simarənin 19 yaşı var idi. O yaşda bir qızın gözlərində sevgi, arzu, gələcək olmalı idi. Amma onun gözlərində yalnız vətən vardı. Ailəsinin göz yaşına, narahatlığına baxmayaraq könüllü olaraq cəbhəyə yollandı. Keçdiyi yol, döyüşdüyü səngərlər və yaşadığı həyat yaddaşlarda iz qoyacaq qədər dəyərlidir. O dəyərlərin dərinliyini öyrənmək üçün Simarənin evində qonaq olduq. Sima xanım, necə oldu döyüşlərə qatıldınız? 1992-ci ildə Azərbaycan torpağının işğalı zamanı hücum kimi mən də biganə qala bilmədim. Təbii ki, mən də vətənim öz borcumu yerinə yetirmək üçün könüllü olaraq orada sağlık sıralarına getmək istədim və bu barədə atama məlumat verdim. Öncəliklə razılıq vermədi. Sonra isə artıq gördü ki, qərarımda israrlıyam. Mane olmadı gedişimə. Beləliklə də mən könüllü olaraq öz rayonumuzda, Qubadlı rayonunun ərazi müdafiə batalyonu olan 2-ci batalyonda xidmətə başladım. Döyüşlərə qatıldığınız zaman neçə yaşınız var idi? Necə təsəvvür edirdiniz, getdiniz? Təsəvvürünüzdəki kimi idimi döyüşlər, yoxsa necə? Döyüşlər haqqında heç nə düşünmürdüm. Sadəcə bir istəyim oydu ki, getmək, əlimdən gələni nə bacarıramsa onu tətbiq eləmək. 19 yaşım var, 20 yaşına keçmişdim. Yəni, əlimdən gələni mən də vətənim üçün, ordumuz üçün əlimdən gələni etmək niyyəti ilə müharibəyə qatılmışdım. Qeyd etdiniz ki, 19 yaşınız var idi. O yaşda qızın başqa xəyallar olmalı idi, oxumaq üçün fərqli bir xəyallar olmalı idi. Ümumiyyətlə, təhsiliniz var sizdə? Mən zaten oxuyurdum həmin vaxtı. Sumqayıtda yerləşən Kimya Texnologiya Texnikumunun axşam şöbəsində oxuyurdum. Gündüz isə Sumqayıtda yerləşən Loğman mərkəzi aptekdə işləyirdim, Loğman adında mərkəzi aptekdə işləyirdim və təhsilimi də, işimi də yarımçıq qoyub müharibəyə getməyə qərar verdim. Getdiniz, nə ilə üzləşdiniz? Necə xatırlayırsınız o günləri? Gedişim belə oldu ki, mən Qubadlı rayonunun Qəzyan kəndindənəm. Milli qəhrəman Əliyar Əliyevin kəndindənəm. Bizim ona bir qohumluğumuz da çatır. İlk öncə ona müraciət elədim. Lakin o məni ordu sıralarına qəbul etmək istəmirdi. Çünki müharibə deyil, çox ağırdı. İstəməzdim ki, öz kəndim evimdən olandan, yəni də
nəsə razılıq vermədi. Lakin mən qərarımda israrlıydım. Ona görə də başqa bir batalyona, yəni 2-ci batalyona, ərazi özü müdafiə batalyonunda xidmətə başladım. Çox güman ki, 19 yaşında gənc bir qız getdi, müharibənin çətinliklərini gördü. Böyük ehtimal ki, qorxular yaranırdı içinizdə. Nədən idi qorxunuz ən çox? Bilirsiniz necədir? İlk öncə qorxunu düşünmürsən, insan görməyincə heç nə idi. Yəni, biz orada tibbi təlimlər də keçdik bizə, yəni ilk tibbi yardımı öyrətdilər bizə. İlk öncə, yəni adicə orada hər hansı bir əskərin başı ağrıyanda amma belə və ya nəsə hədsiz dərəcədə pis olurdum, özümdən asılı olmurdu, gözlüyüm yaşlarına hakim kəsilə bilmirdim. Bax, mən körpə uşaqları idi, 17-18 yaşında çalışır uşaqlar. Evindən, yəni anasından ayrılmış uşaqlar idi. Bəzən elə olur ki, onlar döyüşə gedirdilər, döyüşə çıxırdılar. Onlar geri dönənə qədər mən inandırım sizə ki, Allah şahidimdir. Mən nə bir şən su içirdim, mən bir tikə çörək yeyə bilmirdim ki, onların sağ xəbəri gəlməyənə qədər, onlar döyüşdən geri dönməyənə qədər mən bir tikə nə çörək yemirdim, nə su içmirdim də. Amma onların geri sağ-salamat dönüşü mənim üçün dünya idi, yəni. Sevinirdim ki, şükür Allaha ki, sağ-salamat gəldilər ağır döyüşlərdən gəlir. İlk öncə elə olurdum, yəni pis olurdum onların gedişinə də, məsələn, orada döyüşlərində sevinirdim, amma gedişlərdə çox pis olurdum, özümü heç cürə ələ ala bilmirdim. Həyat yoldaşınızla necə oldu? Bir yerdə döyüşürdünüz. Necə oldu ki, bir-birinizlə qarşı hissləriniz yarandı, daha sonra ailə həyatı qurdunuz, özdə o şəraitdə səhv etməmsə? Valla mən də həyat yoldaşım, mən elə orada yazılan günü məni görmüşdüm. Sadəcə risk edib mənə nəsə də, yəni cürət edib mənə nəsə deyə bilmirdi. Sonradan biz yaralı gətirmişdik Papanik hospitalına. Yaralı gətirəndə biz onu orada gördük və o da qərarından dönmədi. Hospitaldan çıxandan sonra yenə öz sözün üstündə yenə də durdu ki, yəni evlilik qərarını verdi. Siz ailə qurduqdan sonra yenə də xidmətə davam etdirmişsiniz. O bilirdi ki, mən oradan ayrılmayacağam, çünki mən ona öz sözlərimi demişdim ki, yəni həm də bizim Müdafiə Nazirliyindən təsdiq sənədimiz gəlmişdi, artıq biz təsdiq olunmuş əskər sayılırdıq. Ona görə mən ona demişdim, qərarı vermişdim ki, yəni mən bu yolda öldü var, döndü yoxdur da mən geri dönməyəcəm bu yol. Ona görə də o da qərarımı müsbət qarşıladı və onunla bərabər birlikdə artıq mən onların batalyonuna keçməli oldum. 3-cü batalyon, Ərazi Özü Müdafiə batalyonu. Bu batalyonda komandiri Dağbəy müəllim idi. Orada xidmətə başladım. Məhəddinov Dağbəy Məhəddinoğlu, Qubadlı rayonu Çaytmaz kəndindən anadan olmuşam. Sima xanımı mən 92-ci ildə tanıyıram. Amma ondan əvvəl onun yoldaşı İlqarı tanıyıram. 91-ci ildə orada yaradılmış ilk döyüşçülərindən oldu. 92-ci ildə 3-cü batalyonun 3-cü taboru yaradılması Laçın çıxandan sonra, Laçın Şuşa işğal olundan sonra 3-cü taborun yaradılmasında Sima xanım da özü yoldaşı ilə birlikdə ikisi 3-cü taborun şəxsiyyətinə daxil olublar və 3-cü taborun Laçın istiqamətində olan müdafiə mövqilərində birlikdə iştirak ediblər. Əziyyətləri çox olub. Yəni Sima xanım eyni zamanda bizim tibb təlimatçısı idi. Laçının Səfiyan, Suarası, aşağı Fərizən, yuxarı Fərizənin qabıq daşı üstündə gedən döyüşlərdə yaxından əskərlərə tibbi ləvazimatlarla təmin edilməsini və ilkin yaralıları ilkin qayğı göstərməsinə böyük köməklikləri olub. Eyni zamanda Topağac istiqamətində, Hadrut istiqamətində gedən döyüşlərdə eyni zamanda müdafiə postlarında gecə, gündüz taborun müdafiə mövqelərində bölüklə birlikdə, taqımla birlikdə gecə-gündüz orada çox əziyyətlər olub. Dəfələrlə olub ki, yaralıları ilkin yardım, ilk kömək edən, onlara görə ki, tibb təlimatı orada olanda əskərlər də ürəklə döyüşə gedir ki, yanımızda həkimlərimiz var, bizə qayğı göstərəcək, yaralılarını da sarayacaqlar və döyüşçülərin bir yerdə olmaq mənəvi dəstəyidir. Axırıncı bizim bir yerdə olmamız, Qubadlı işğal olunandan sonra ona qədər çox əziyyətlər oldu. Günüz də, gecə də evlərinə də getmirlər, palatka qururdular, harada mövqelər var. Taborun həyətində, eyni zamanda drost bölüklər mövqelərə çıxanda, orada da birlikdə
Yəni əsgərlərlə birlikdə çox mənəvi dəstək olurdu. Yüksək hazırlıqlı əsgərlərin hazırlanmasına. Əsgərlər də gördük ki, burada qadın var, burada tibb təlimatçısı var. Burada olanda biraz da ürəklərdən dəz onlara deyirlər ki, əgər burada qadın varsa, biz döyüşçülərimizi biraz da daha ruh yüksəkliyi verir, daha da ürəkdən döyüşürlər. Axırıncı döyüşümüz biz Qubadlı işğal olundan sonra Xudafərin ərazisində olduq. Xudafər ərazisində bir aydan çox orada mühasirədə qaldıq. O vaxtı Sirmada yoldaşı İlqarla birlikdə bizi axıra qədər o döyüşlərdə mühasirədə qaldı. Yəni, döyüşlərimiz Sima haqqında bizim bütün döyüşçülərimiz, bütün zabitlərimiz yüksək əhval-ruhiyyə ilə deyə bilərlər ki, Sima bizim batalyonun çox dəyərli bir döyüşçü tibb təlimatçısıdır, çox dəyərli bir döyüşçümüzdür. Ona görə hamının bugünkü görəndə də Simaya dərin hörmət bəsləyirlər, onun səmimiyyətinə görə, onun qorxmazlığına, cəsarətinə görə çox dəyərli bir döyüş yoldaşımızdır Sima xanım. Hansı ərazilərdə döyüşlər gedib, siz döyüşə qatıldınız? Məsələn, Qubadlı rayonunda döyüşlərdə, məsələn, Cibili postunda o gedən döyüşlərdə olmuşuq. Ora rəhmətli Həsən Qorxmaz rəhbərlik edir, yəni oranın komandiri Həsən Qorxmaz idi. Çardaqlı postunda olmuşam, Əyin postunda gedən döyüşlərdə olmuşuq, Taroluda gedən döyüşdə Qubadlı ərazisində olanlardan döyüşlərdə olmuşuq. Sonra Yazı düzü deyilən bir post var, yer var idi. Bax, orada olmuşam döyüşlərdə. Döyüşlərdə də belə bizim orada yəni məqsədimiz, yəni döyüş gedən zaman əgər şəhidimiz varsa təxliyə edirdik, yaralımız varsa ilk tibbi yardım edib, məsələn geriyə götürürdük, hospitallara yerləşdirirdik. Amma ilk ağır döyüşümüz Laçın çıxan günü. Laçında da düzdür, bir çox döyüşlərdə iştirak eləmişik. Laçın çıxan günü, yəni 92-ci ilin, səhv etmirəmsə, may ayının 16-sı idi. 16-17-sinə keçən gecə Laçın çıxdı və orada da həmin döyüşlər mənim gözümün qabağında olubdu. Yəni orada da iştirak eləmişik. Ailə qurandan sonra dəyişəndən sonra biz artıq Qubadlı rayonunun Başarat kəndi adında kəndi var. O kənddə yerləşən ən yüksək zirvə idi, Topağac zirvəsi deyirdilər. Biz orada artıq xidmətə başladıq. Postumuz 10 gündən bir dəyişirdi, 10 gün postda qalırdıq, sonra düşürdük. Ən çətin post idi, demək olar ki, hər an orada qar olurdu da. Orada xidmətə başladıq və orada artıq biz dəfələrlə düşmənin mövqeyinə hücuma keçirdi bizimkilər, neçə dəfələrlə olub. Ki, döyüşün orada, ağır döyüşlər orada da olub, orada da çox şəhidlərimiz olub, yaralılarımız olub. İqlim şəraitindən danışdınız, yəni qeyd etdiyiniz Qubadlı, Laçın əraziləri demək olar ki, ilin bütün fəsillərində qar bürünür də. Fikrinizdə olubmu gördüyünüz çətinlikdən sonra qaydasız? Bir gün belə evdə qala bilmirdim. Bəzən olurdu da döyüşlərdən sonra üstümüz qan olurdu. Görsən çox pis qoxu iyi gəlirdi və qan quruyanda özümü çox pis eləyirdim. Bircə günlüyünə yenirdik ki, kəndə əynimizi yuyub təmizlənməyə. İnanırsınız ki, ürəyim partlayırdı ki, mən paltar tez qurusun. Bəzən nəmnəmcəyini biz döyüşə qatılır. Mən bilmirəm, yəni heç kimlə onu izah edə bilmirəm ki, yəni bəlkə də başa düşüləsi də deyil ki, mən bir gün, bir saat belə mən oradan ayrılmaq istəməmişim. Hər an istəmişim ki, mənim orada mənə ehtiyac var da. Yəni o tək deyildi ki, kimsə yaralansın və ya mütləqdir ki, orada xəstələnən olurdu. Görürsən, uşaqlara sarı yara deyilən bir şey və yara düşürdü uşaqlar. Çox əziyyət çəkirdilər ondan, hədsiz əziyyət çəkirdilər. Məsələn, mən onlara, bax, o cür də xidmətimiz var idi də, yəni onlara iynə vurulurdu, onların xəstələnirdilər, qızdırması olan olurdu, öskürəni olurdu da, yəni xəstəliyə tutulanları olurdu. Tək o deyildi ki, yəni döyüş, hər gün döyüş olmurdu ki, məsələn də. Belə də xidmətlərimiz olurdu ki, yəni mən heç bir hava şəraiti mən orada qorxutmuyum, heç bir bax. Biz demək olar ki,
Heç əynimizdə şalvarımız qurumurdu. Oturacağımız qarın üstü olurdu. Çünki hər yer qar idi. Duracağımız qarın üstü olurdu. Akopdakı bizdə mən yoldaşımla smenimiz olanda, yəni növbəmiz çatanda mən yoldaşımla akopda dururdum da. Yəni xidmətimiz belə. Müharibənin öz qanunları var. Onlardan biri də yəni yazılmamış qanunlardan biridir ki, əsir düşə bilərdi istəsiz. Ən çox Necə təsəvvür ölümdən heç vaxt qorxmamışam. Əsir düşsəz necə olar? Mən tanıyanlar bilirlər, döyüş yoldaşlarımız hamısı bilirdi bunu. Mən həmişə üstümdə qranat gəzdirirdim, o vaxt limonka deyirlər də. Onun üstündə gəzdirirdim ki, yəni ən son anda ancaq özümü partladım, öldürüm də, yəni ələ düşsəm əgər. İnandırım sizə ki, mən desəm inanması, mən qorxudan gecələri də yatmırdım. Gecələri də qorxusu, bəli, ən çox qorxusu. Mən ölümdən qorxmamışam heç vaxt, çünki ölümün gözünə dik baxan adamlarıydıq. Hər an bizi gülləyə də tuş gələ bilərdi, çünki elə döyüşlər olurdu ki, güllənin hardan yağdığını, nə qədər yağdığını biz bilmirdik. Elə bir onu bilirdik ki, istisi yandırır sifəti, istisi gedir oradan, buradan. Mən güllədən ölməyimə qorxmamışam, onu özümə böyük bir şərəf də bilərdim. Amma ən çox qorxduğum şey ələ düşmək olubdur. Çox şükürlər olsun ki, olmayıbdır. Bizim o ən ağır döyüşlərindən biri də yəni Başaraq postunun alınması oldu. Orada da ağır döyüşlərimiz getdi. Nə qədər oradan 2 nəfər girovumuz oldu. Akif dayı ilə Rafiq adında olan var idi. O da girov, həmin günü girov düşdülər. Yəni orada ən ağır yaralımız Qədir oldu. Qədir adında oğlan var idi, o kənddən idi. Qardaşı da Şakir ilə kənddən idilər. Qardaşı da xidmət edirdi. Kim sir deyil də Sima xanım ki, o vaxt texnikamız çox zəif olub. Əlimizdə olan texnikada yəni döyüşə girmək həqiqətən çox çətin idi də. O sizi ruhdan salmırdı ki? Valla texnika zəif olsa da, nə olsa da mən bir onu bilirəm ki, bizim qeyrətli oğlanlarımız vardı. Yəni son ana qədər heç kim kəndi tərk eləmirdi. Balaca sakinindən tutmuş, ən yaşlı sakininə kimi heç kim son ana qədər kəndləri tərk eləmədilər. Hamı əsgərlərlə bərabər. Yəni biz əgər kəndi tərk eləsək, əsgərlərimiz qabaqda ümidsiz olarlar. Bizlə döyüşənlərdə məsələn Könüllü Universitet uşaqları var idi, onlardan Tahir var idi, Rıza var idi, Çingiz var idi. Bizdən xidmət edən çox qeyrətli uşaqlar idilər. Sonra bizim batalyona yenə dediyim kimi Həsən Qorxmaz var idi, İmişlidən Müşfiq var idi, Davaya Məhəddinova məsələn komandirimiz idi, İnandın müəllim, o da bizim komandirlərdən idi, Hümbət dayı var idi, Qorxmaz qardaşımız, o da bizlə xidmət edirdi. Qorxmaz qardaşımız, igid döyüşən qardaşlarımızdan, Qiyas qardaşım, Qeys qardaşımız, Mübariz, Heydər qardaşım. Mən Əliyev Nadir Əlivalıoğlu 1969-cu ildə Biləsuvar rayonunda doğmuşam. 92-ci il Xocalı hadisələri dövründə mən Rusiyada olmuşam, Azərbaycana gəldim. Qarabağ döyüşlərində iştirak etməkdən ötər. Sima xanım da əlində silah, həkim idi, o hərbi hissədən həkim kimi gəlmişdi. Yəni o da səngər yox idi, yəni səngərdə döyüşüdü, yox, səngərdə döyüş, səngər yox idi. Yəni dağdı, daşdı, dərədi, yəni beləncə yerlərdə Simada yəni özü ilə bərabər gəldi, hərbiçilərlə bərabər, yəni bizə köməkçi döyüşdə iştirak edirdi orada. Yəni ondan əlavə, yəni bir dəfə də sonradan yəni biz Laçın ərazisində Suarası kəndi ətrafında döyüşlər gedirdi və bir də Malıq Hələflidən biz hücum eləmişdi. İldırım sürətli əməliyyatda Malıq Hələfli kəndini 2 saata biz götürdük. 2 saata götürdü həmin kəndi, cəmsi 4 nəfər yaralımız oldu. Sağ olsun Sima xanım gəlib çatdılar həmin vaxtı, yəni yaralıları da yəni götürdülər, hospitala götürdülər, vaxtında çatdırdılar. Yəni sağ olsunlar ki, onların köməkləri belə oldu bizə. Mən Mahmudov Oqtay Alaferdoğlu 1959-cu ildə Qubadlı rayon Çaytılmaz kəndindən olmuşam. Orta məktəbi də orada Çaytılmaz kəndində, Həmzəli kənd orta məktəbini bitirmişəm. Sima xanım tibb işçisi olmaqla bərabər həm də gərgin döyüşlərdə yüksək səviyyədə döyüşən bir əsgərimiz olub bizim. Bilavasitə bizim rotanın tərkibindən tibb bacısı idi. Həmişə bizim yanımızda olub o.
həm yaralıların çıxarılmasında, həm sarınmasında, həm döyüşlərdə həmişə onun avtomat yanında olub və ermənilərlə döyüşlərdə həmişə o birincilər sırasında olub. Topaq Ağucunda gedən döyüşlərdə, Qaradaşda, Qantəpərdə gedən döyüşlərdə Sima xanım həmişə fəallardan olub. Əkbərov Vaqif Zülfüqaroğlu Qubadlı rayonunun Həşəri kənd sakini. 1992-ci ilin may ayında Murathanlı kəndində 3-cü batalyon yaradıldı. Dabəy Məhiyyəddinovun başçılıq etdiyi 3-cü batalyon Murathanlı kəndində yaradıldı. Murathanlı Möhtər Məktəbində qərargahımız yerləşdi ora. Həmin müddətdə könüllü gələn döyüşçülərlə birlikdə bir neçə nəfər xanım, tibb işçiləri də həmin batalyona gəldi, ora üzv oldular. Mən də orada bir tibb işçi kimi o tibbi xidmətində qulluğa başladım. Həmin vaxtda ora gələn xanımlardan Sima xanım, İlhamə xanım, ondan əlavə Məmmədov Tapdıq, Allah rəhmət eləsin, Verdiyev Əvəz həkim. Onlar da gəldilər, bizim batalyona üzv oldular, orada tibbi xidmətinə başladıq. Mən Allahverdiyev Ümmət İslamoğlu 2-ci taburun rabitə xidmət rəisi olmuşam 1-ci Qarabağ döyüşlərində və bizim taburda çox gözəl döyüşçülər, gözəl xanımlar daha çox olub bizdə. Demək olar ki, hər döyüşə qatılanların demək olar ki, 3də biri, 2də biri qadınlar olub bizimlə. Mən elə qısa onu demək istəyərdim ki, bizim taburda olanlardan Sima xanım haqqında elə qısa da olsa mən bildirəcəm. O Sima xanım elə bir xanım idi ki, ora mən xanım demirdim. O elə cəngavər döyüşçü idi. Bizlə həm döyüşə çıxırdı, həm tibbi xidmətini yerinə yetirirdi. Çox gözəl bir xanım idi. Yəni onlarla bərabər bizdə Dilşad xanım, İlhamə xanım, sonra bir nəfər də bizdə var idi, ləqəbi Sərsə idi, onu Qarayeva, Şamaxıdan idi, o da gəlmişdi. Bizlə elə silaha döyüşürdü. Düzdür, mən o qədər döyüşlərdə olmamışam, mən rabitə xidmət rəisi kimi ancaq rabitəni idarə edirdim. Bütün döyüşlərdə mən o xanımların hər birini, ya Dilşadı, ya İlhaməni, ya Sima haqqında onu deyə bilərəm ki, onlar cəngavər bir döyüşçü kimi döyüşürdülər. Həm də tibbi xidmətini yerinə yetirirdilər. Mən Şükürov Vasif Talıboğlu, 1-ci Qarabağ müharibəsinin qazisi. 1991-ci ildən 97-98-ci ilə qədər 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşam, döyüşçüsü olmuşam. 2-ci taborun zampaliti, yəni siyasi rəhbəri, sonra da tabor komandiri. Həmin döyüşlərdə də Sima xanım bizlə bir yerdə olub. Yaralıların çıxarılmasıdır, onlara ilk tibbi yardım göstərilməsidir. Onların hamısında demək olar ki, birbaşa iştirak edib və bugün də Sima xanım haqqında bizim döyüşçü dostlarımız, döyüşçü yoldaşlarımız hamısı yalnız və yalnız xoş sözlər deyə bilər. Mən Əliyev Qeyis Vahidoğlu, Qubadlı sakini olmuşam mən. Bizim batalyona bir dənə mesajlara gəldi, o da Sima xanım idi. Sima xanımla mən Murat xanımda tanış oldum. Çox qorxmaz, mərd xanım idi və bütün döyüşlərdə daimi bizim yanımızda olub. Hər bir döyüşdə yaralıları hamısını əl atıb, kömək eləyib və o xanım demək olmaz, yəni mərd, o kişi qeyriyyəti xanımdır o. Sima xanım şəxsən özü də yoldaşı İlqar bəylə şəxsən düz Xocavənddə bizlə bərabər getdilər və orada neçəsə bizim yaralılarımızı yardım edilər. Mən Məhiyyəddinov İnayəddin Məhiyyəddinoğlu, Ensailə hərbi hissədə
batalyon komandirinin müavini işləmişəm. 1992-ci ildə Şuşa şəhəri, ardıncan Laçın işğal olunandan sonra Həkəri çayı üzərində o tərəfdə yeni bir batalyon yarandı. Bu batalyona mən müavin kimi təyin olundum. 1992-ci ildə bizim briqadiyaya bir cavan tibb bacısı gəldi. Sima xanım, İbrahim qızı. Çox mehriban, özü çox cəsur, çox belə necə deyərlər, istedadlı qızdır. Sanki elə bir hərbiçi doğulmuşdu. Sonra bizim əskərlərin biri ilə də ailə qurdu. Başaratda da ailə qurdular və o dövrdən sonra mən Simanı tanıdım. Mən hər döyüşə gedəndə Simanın yoldaşı gəlir. Sima, xahiş edirdi komandir, mən də bıraq gedim. Amma qadını hara bıraxma, ağlayırdı, nə qədərim saxlayırdı. O da xatirimdədir, Xuda gəlib Cəbrayildə yerləşəndə Arazges deyirlər. Həmin yerdə biz qalırdıq, batalyon o Quçulu ferması tərəfdəydi. İlqar döyüşə gedən kimi ağlayırdı, mən də gedirəm. Sima xanım, hara gedirsən, sən burada lazımsan. Mən onu çox yerdə görmüşəm ki, akoplarda, səngərlərdə hərbiçilərə, yaralı hərbiçilərə necə xidmət edirdi. Oradan da əhsən elə qızlara. Bax, indi də onunla əlaqəmiz var. Mənə bir böyük kimi, ata kimi mənə yanaşır həmişə. Çox mehribandır, yaxşıdır və mən onu ən yüksək qiymətləndirirəm də. Çünki fitri istedadı var da onda, həm tibb sahəsində, həm də döyüş sahəsində. Əlaqəmiz var, tədbirlər olur, çağırır məni də, deyir ki, komandir, gəl sən də iştirak elə. Allah belə adamları həmişə canın sağ eləsin. Bir də dövlətimiz var olsun ki, həmin adamları heç olmasa qiymətləndirir və onları işıqlandırır. Son döyüşü necə xatırlayırsınız? Son döyüşümüzü belə xatırlayıram ki, ayın 16-sı idi, dəqiq yadımdaydı. Komandir mənə çağırdı, mənə dedi ki, hazırlaş, deyəsən postda nəsə narahatçılıq var. Hazırlaş deyəndə, yəni mən tibbi ləvazimatları deyildi ki, hazırlaş, tibbi ləvazimatları götür, postda nəsə narahatçılıq var, hamımız posta çıxır. Mən də təbii ki, həmişə hazırdım, mənim beşmişliyim həmişə hazır olurdu. Yəni, biz oturduq tibb maşınları və posta yollandıq. Bizdən öncə də, bayaq dediyim kimi, Akif dayı, Rafiq adında oğlan, bir də bizim neçəni ştabımız var idi, Noruz müəllim. Onlar posta çıxmışlar ki, yəni həm təminat aparırlardı, həm də postun, necə deyim, əhvalına maraqlanmağa çıxmışlar və onlardan xəbər gəlmiş ki, narahatçılıq var deyənə biz getdik və aydın oldu ki, bizim o, yəni komandiri qoyub qaydanda, Noruz müəllim qoyub qaydanda bizimkilər puskuya düşüblər, Akif dayı ilə Rafiqi girov götürüblər və biz ora elə momentdə elə çatdıq ki, artıq biz ermənilər gördülər, çox şükürlər olsun ki, biz yəni puskuya düşmədik də, yəni tez, komandir tez başa düşdü və puskuya düşmədi. Artıq qarşılıqlı atışma başladı, maşını yandırdılar, Akif dayının maşınını yandırdılar artıq bizi görəndən sonra və granatomet atışları oldu, namet granatomet atışları və ilk yaralımız, bayaq dediyim kimi Qədir oldu, çox ağır yaralandı Qədir, hədsiz pis yaralandı və mən onu döyüşdən çıxartmaq məcburiyyətində oldum. Demək olar ki, ermənilər bütün meşələrə səpələnmişdilər, mən də oranı tam tanımırdım, kəndləri, yolu, izi tam tanımırdım. Çünki biz maşınla gedib, maşınla həmişə gəlirdik, piyada o meşələri gəzməmişdim ki, yəni biləm hansı cığırla. Nəsə Qədirə yalvara Qədir özündə, yəni möhkəm, yəni onun yaralarına az da olsa da, yəni müdaxilə elədim, tibbi müdaxilə elədim. Qədirə dedim ki, Qədir kömək da, yəni sən mənə kömək ol, mən sənə də bir-birimizi buradan çıxardıq, ələ düşməyək də. Bir xeyli gətirəndən sonra Qədir təbii ki, haldan düşürdü, çox da, yəni qan itirirdi, hədsiz dərəcədə qan itirirdi. Çox şükürlər olsun ki, bizə gələn qüvvə, arxadan gələn qüvvə maşın qaydanda bizə təsadüfən meşənin içində görmüşdü. Maşını saxladı və bizi götürdü. Mən apardım, Qədiri qospitala yerləşdirdim, geri döndüm, gördüm ki, öz qüvvəmiz biraz arxaya keçir, belə çox ağır, 17 gün demək olar ki, Dağbəy müəllim, yəni postu vermirdilər də, yəni dəstəsi ilə həqiqətən demək olar ki, qəhrəmancasına vuruşdular da. Çünki qüvvə də qeyri-bərabər idi, onlar var qüvvələrin elə ki, yeritmişlər bizim qoşunun üstünə. 17 gün ağır döyüşlər getdi.
təəssüf ki, postu saxlaya bilmədilər və geri döndük. Ayın 30-31-i bildiyimiz kimi Qubadlı rayonunda işğal olundu, onda da ağır döyüşlər oldu. Və bizim qoşun məcbur, biz geri çəkildik, Xudafərində yerləşdik. Bir müddət də orada, yəni Cəbrayıl'da, orada quşçuluq fermaları vardı, toyuq fermaları var idi, biz orada yerləşmişdik. Yəni ki, artıq orada mühasirə kimi idi, ancaq İran tərəfdən bizə qalmışdı çıxış. Yenə də orada ağır döyüşlər oldu və biz məcbur artıq İranla, İran bizə koridor verdi, biz o koridorla gəldik Gəncə poligonuna. Mən orada Gəncə poligonunda müvəqqəti olaraq məcbur idim oradan ayrılmağa. Yəni, məlum səbəblərə görə mən ayrılmalıydım, müvəqqəti yəni. Oradan artıq mən ayrıldım, bizim qüvvə Ağdama yola düşdü, yəni Ağdama. Orada da sonradan ki, qərar verildi ki, bir evdən şəhid olan, əgər bir evdən 2 qardaş xidmət edən biri şəhid olursa, o biri qardaşın, mərhum prezidentimiz elə bir qərar verdi, 2-ci qardaş geri dönürdü, təxliyə olurdu, yəni olurdu onu bilməm. Təxliyə olurdu. Ona görə, yəni mənim yoldaşım da qardaşı Qubadlı rayonu işğalı zamanı əmisi özü şəhid olduğuna görə onun artıq orada silahlarından təxris olundu. Amma mən ümumilikdə ordudan 1995-ci ildə təxris olunmuşam, ehtiyata baxılmışam. 1992-ci ildə Şuşada ağır döyüşlər gedirdi. Bu zaman bizim, məsələn, Batı Qubadlı rayonuna vertolyotla xeyli bir əskər gəldi və onlar bizim batalyona yerləşdirildi öncədən. Sonra məlum oldu ki, bunlar Belasvardan gələn uşaqlardılar. Onlar Şuşaya göndərildi, bizim batalyonda yerləşdikdən sonra onlar Şuşaya göndərdilər və Şuşada döyüşlərdə iştirak edildi. Sonra geri dönəndə artıq bizim 2-ci batalyonda da, yəni onlar 2-ci batalyonda yerləşdilər, artıq bizim batalyona qoşuldular. Oranın əskərləri kimi xidmət elədilər. İnandırım sizi ki, onlar döyüşləri ilə, döyüş qabiliyyətləri ilə ad qazanmışdılar. Ən ağır döyüşlərə girirdilər Laçında, yenə Şuşanın özündə, Laçında, Qubadlıda ən ağır döyüşlərə girirdilər də, yəni. Mən onların da döyüş qabiliyyətinə heyran qalmışdım. Demək olar ki, döyüşdə onların özlərinin bir dəsti xətti var da, yəni qeyrətdə, necə deyim, cəsurluqda, qəhrəmanlıqda həqiqətən böyük bir iz qoydular. Onlardan da Nadir qardaşım var idi, Belasvardan. 2 qardaş var idi, Füzuli, Rafiq. Onlar hamısı Belasvarda yaşayırlar, hal-hazırda həyatdadılar, yaşayırlar. Rafiq düzdür, müharibədən sonra ağır proseslər keçirdi, hal-hazırda ağır ürək xəstəsidir. Allah ona kömək olsun, Allah şəfasını versin. Əlbala dayı var idi, yəni Əlbala dayı, sonra Eldar qardaşım var idi. Artıq bir neçə dəqiqədən sonra siz 30 ildir görmədiyiniz silahdaşlarınızı görəcəksiniz. Nə hisslər keçirirsiniz ümumiyyətlə? Çox həyəcanlıyam. Onları görmək üçün səbirsizlənirəm. Xatirəmdə onların uşaqlıq simalarıdır, cavanlıq simalarıdır. İndi hal-hazırda onlar simasını yəqin ki, tanıya bilmərəm. Çox səbirsizlənirəm onları görməyə. Gözümün önündən o vaxtlar, o hadisələr artıq canlanır. Əliyev Əlibala Babaxanoğlu 1960-cı il iyul ayı. Kəndində bu cavan xanımla tanış olduq. Sima xanımla. Tanış olduğunda bunlar yaralı aparırdı çevrimdə. Skora maşını, Sovet təcili yardımdan su içməyə, maşını su tökməyə. Bunlar da belə hərbi formada, üst başqanın içərisində gördüyüm formada beləcək. Döyüşdən çıxmış vəziyyətdə. Döyüş, bəli, yaralı dalçıra gedirdi. Yaralı gətirdi, beləcək. O ilk dəfə orada tanış olduq.
Sonra Qubadlıya biz gələndə 2-ci batalyonda rəhmətli Adil Həşimovun dövrü idi. Lap yaxından, məsələn, Sima xanımla tanışdığımız oldu orada. Görüşlərimiz oldu. Döyüşlərdə bir yerdə iştirak edirdik. Sonra Çardağlı kəndində bir şeydən gecə həyəcan siqnalı verdilər. Elə batalyonda bölgü bölündü ki, kimlər hansı istiqamətdə döyüşə gedəcək. Bizim bir qrup Tarolluya, bir qrupumuz Çardağlıya. Elə təsadüfən elə Sima xanımla bir yerə düşmüşdük Çardağlıda. Sima xanım haqqında nə demək olmaz. Çünki həmin dövrdə demək olar ki, aslanın erkəyi kişisi olmaz, haqq sözdür. Çünki xanımlarımız vardı, gecə-gündüz heç atasına, anasına göstərmədiyi qayğını əskərə göstərirdi. Yeməyinə, içməyinə fikir verirdi, paltarına fikir verirdi, bir bacı qardaş kimi. Yaşlı naz olmalı, cavan idi, 20-19 yaşları olardı. Sima xanım kimi 3-4 tane xanımlarımız var idi orada. Sima xanım hərəkətləri adamı istərseniz valih edirdi. Çünki o cəmpeşanlıq, orduda apardığı o cəmpeşanlıq silahı ilə istəyir, döyüş bölgəsinə girib o yaralını oradan çıxardmaq. Məsələn, hansısa bir yaralını döyüş bölgəsindən çıxardmaq üçün təbii ki, bir adamın işi deyil. Məsələn, döyüşən uşaqlar yaxşı bilirlər. Mütləq qaydada onu qorumaq lazımdır, o ordunu çıxartsın. Məsələn, Sima xanım o döyüşlərdə iştirak edib yaxından. Məsələn, o yaralıya ilk tibbi yardım göstərəndə, məsələn, Eldarı, ya Rafiqi, ya Tancıdır. Həmin ərəfədə, məsələn, mühafizə ediblər ki, güllə dəyməsin. Sima haqqında çox şey danışmaq olar. Məsələn, biz bir kərəndə Cibikli kəndindən düşəndə döyüş vaxtı biz əməliyyatdan gələndə deyirlər ki, Cibikli kəndə ermənilər hücum ediblər. Biz gələndə Füzuli gil oradan düşürdülər aşağı. Faşist olmuşdu, rəhmətli Qorxmaz rəhmətə gedən vaxtı idi. Sonra deyəsən, kəndində də orada rastlaşdıq bir kərəndə. Yəni o yaralıların... Cibikli ilə əyin arasında. Bəli, orada rastlaşdıq. Yəni də elə yaralılarla, yaralı Pervəz Sarıyanda rastlaşdıq. Yəni Simanın həyatı elə də o gəncliyi elə belə asan da olmuyor. Allah bu günlərə görə əgər nə çətinliyimiz olub, bəlkə də həmin günlərə bağışlayır bizi bu gündə. Nə deyim, döyüşdə başladığımız ilk döyüş yeri Güləbir kəndi olub. Güləbir kəndində döyüşəndə elə bu qardaşlarla əksər uşaqlarımız, şəhid olanlarımız var. İndi bugün məsələn bilmədilər, bu görüşdə iştirak edə bilmirlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qalanlarımıza can sağlığı versin, valideynlərinə də səbr versin, əllərini öpülü şəhidlərinə. Qubadlı rayonuna gələndə Sima xanımla orada görüşüb, orada çalışıq oldu. Biz biraz var batalyon olmuşuq, kömür batalyon olmuşuq və bizi döyüş üçün Qubadlının batalyonuna gətirəndə Sima xanım orada çünki mənim üçün ən gözəl gündür ki, Sima mənim qapıma gəlir və 33 ildən sonra biz qardaşlarla görüşürük, öz döyüş yoldaşlarımızla görüşürük, amma Sima ilə görüşməmişdik. Gözəl ailə başlasındır. Sima xanım, nəhayət ki, neçə ilin həsrətə son qoydu. 30 ildən artıq bir müddətdə siz görmədiyiniz silah yoldaşlarınızı, belə deyək, döyüş yoldaşlarınızla görüşdünüz. Necə bir hissi? Bütün saatlarla yolu həyəcan içində olmuşsunuz. Öncəliklə hamısını salamlayıram. Çox həyəcanlıyam. 33 ildən sonra qardaşlarımı görmüşəm. Yəni onlarla savunlaşıb, o Allah'ını deməyənə qədər mən bilməzdim ki, hansıdır. Yəni artıq çox həyəcanlıyım həqiqətən. Xoşlaxıram deməyə, sizə təşəkkür edirəm ki, bu şansı siz yarattınız.
saatlar var idi. O torpaqlarımızı işğaldan azad etdiyimiz ərəfələrdəki cənab prezident çıxış edirdi, gözləyirdi ki, indi deyəcək, bu rayonu aldıq, işğaldan azad etdik, indi bu rayon, bu kəndini işğaldan azad etdik. Qubalının işğaldan azad olunmasını necə xatırlayırsınız? İnanırım sizə ki, mən o ərəfədə, o 44 gün ərəfəsində mən bu otaqdan çölə çıxmamışam, televizorun qarşısında və o Zəfər bayramından sonra o televizor açılmıyor. Ondan bağlıdır da, yəni mənə lazım deyil. Mən eşitdiyimi oradan eşitdim. Torpaqlarımız azad olundu. Qubalının azadlığını mən saniyə bə saniyə izləyirdim. Prezident Ali Başkomandan İlham Əliyev daha bir müjdəli xəbəri bizimlə bölüşüb. Ali Başkomandan Twitter hesabında yazıb. Bugün Azərbaycan ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad edib. Eşq olsun Azərbaycan ordusuna, Qarabağ Azərbaycandır. Möhtərəm Prezident, Cənab Ali Başkomandan, sizin əmrinizə əsasən Qubadlı şəhəri işğaldan azad olunmuşdur. Hal-hazırda Qubadlı şəhərində Azərbaycan Respublikasının dövlət bayrağı dalğalanır. Yaşasın Azərbaycan, yaşasın Ali Başkomandan, yaşasın Qubadlı şəhəri. Qubadlı Azərbaycandır! Qubadlı rayonunun dünən azad edilmiş yaşayış məntəqələri, Padar, Əfəndilər, Yusifbəyli, Çaytumaz, Xanlıq, Sarıyataq, Molla Bürhan və Qubadlı şəhəri. Qubadlının azad olunmağı işləndə Nələr keçdi gözünüzün qabağına ki, birinci getdiniz oraya? Birinci sevincimin həddi hüdudu olmadı. İkinci elə düşünürdüm ki, ay Allah, hansı mövqedən girdilər, hardan girdilər, torpaqlar, hər şey gözümün qabağında bir an, hər şey bir an canlandı. O günlər gəldi gözümün qabağına, nə bilim, bilmirəm də o hissi təsvir edirəm, ürəyim partlayırdı, sevincimini bilmirdim. Səsim aləmi götürmüşdü, qoruş burada qışqırmaqda, sevindiyimdən, hamı tökülmüşdü bizə də. Yəni, onları göz yaşsız, sevinç, nə bilim, sevinç göz yaşları ilə təbii ki. Orada Ali Başkomandan o plakat var, yıxır yerə, ayağı ilə tapdalayır. Bax, həmin kənd bizim kəndimizi, Vəzyan yazı şeydi, ermənilərin dedi, bunu qopardım, tapdalayır o plakatı, bax, o bizim kəndiydi. Həmin anı sevindiyimi, nə bilim, izah edə bilmirəm, sevincimin həddi hüdudu yox idi. Gəlin, sökün bunu. Solay yol kəsəklər. Kəsəklər. Yox. Tarım tərəfə. Yox. Bax, belədir. Bilsinlər ki, bura Qəzyan kəndidir. Bunu aparsınlar Ermənistana. Qubadlı Azərbaycan üçün təbii ehtiyatları ilə zəngin olan rayonlardandır. Azərbaycan bundan sonra bu imkanlardan lazımınca istifadə edəcək. Qubadlının əqiq yatağı abidəsi nadir yataqlardan hesab edilir. Xüsusilə bu yataqdan kimya sənayesi və bəzək sahəsində istifadə olunur. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı füsunkar təbiəti ilə də əlverişli turizm imkanlarına malikdir. İndi də, nə bilim, mənim yenə də İndi də mən elə ki, həyatımı şəhid ailələrinə həsr eləmişəm. Onların yanında olmaq minvalı ilə mən bu cəmiyyətlərdəyəm və əlimdən gələni o ailələr üçün əlimdən gələni edirəm. Düzdür, Ali Başkomandan elə bir qanunlar veribdir ki, onların həyatı heç nəyə ehtiyacları yoxdur, övlad itisindən başqa da. Onların izah eləmək mümkün deyil də, övlad itiriblər. Heç nə onların dərdini sağalda bilmər. Amma hansısa bir əməlimlə, hansısa bir işimlə onların üzündə bir balaca təbəssümə, ürəklərində nəsə bir balaca sevincə nail ola bilirəmsə, bunu eləyə bilirəmsə, onun özümdə böyük bir xoşbəxtçilik hiss edirəm. Və bunu da hiss edirəm ki, onlarda olur və buna görə mən bu yolda onların yanındayam. Həmişə biz söhbətlər eləyirik, ürəklərindən keçən arzuları istəyirəm.
torpaqları gedirik, gəzirik, yəni işğaldan azad olduğumuz torpaqları, yəni çalışıram, vuruşuram, ürəklərindən keçən arzuları yəni öyrənim ki, nə istəyərdilər, nəyin necə olmasını istəyərdilər, çalışıram onu məsələn yerinə yetirim. Bu minvalda mən onların yanındayım və bundan sonra da həmişə çalışacağam ki, onların yanında olum, onların az da olsa nəsə də mənəvi dəstək olun. Otuz il öncə mən bura 19-20 yaşlı bir gənc qız kimi gəlmişdim. Gənc qız könüllü olaraq Qubadlı rayon ərazi özünü müdafiə batalyonuna, 2-ci batalyona könüllü olaraq yazılmışdım. Təbii ki, batalyonun komandiri Adil Həşimov idi. İlk xidmətim oradan başlamışdı. Xidmətə başladığım dövrdən ilk öncə yəni bizim xidmət elədiyimiz postlar, Əyin postu, Çardaxlı postu, Cibili postlarında yəni döyüş zamanı döyüşlər olanda döyüşlərə qatılırdıq. Yaralılara ilki tibbi yardım, şəhidləri isə döyüş bölgəsindən xilas edirdik. Yəni məni bura gətirən vətən sevgisi idi. Vətənim dardaydı. Təbii ki, məndə etinasız olmadım, dözə bilmədim. Mən də könüllü qatıldım bu döyüşlərə. Tale ilə gətirdi ki, mən yoldaşımla da bu döyüşlərdə tanış olduq və ailə qurmağa qərar verdik. Bundan sonra biz yoldaşımla çiyin-çiyinlə döyüşlərdə iştirak elədik. Hal-hazırda yenə bir yerdəyik, xoşbəxt bir ailəmiz, 3 övladımız var, 2 qız, 1 oğlumuz var, 5 dənə də nəvəmiz var. Ehtiyatda olan Başgizir Quliyev Heydər Fərmanoğlu. Mən Simadə xanımı Qubadlı rayonunun könüllülər olan batalyonunda, 2-ci batalyonunda görmüşdüm. Cəsur bir, qorxmaz bir qız idi. Hərbiçi formasında bir neçə qızlardan biri də Simadə xanım idi. 1993-cü ilin 7 aprel mən yaralananda Qubadlı rayonunun Xanlıq kəndində məni qospitala gətirəndə orada yaralı gətirilmişlər. Və Simadə xanımı orada gördüm. Yaralıya necə bir yardım göstərdi. Elə bir ki, Simadə xanım orada tibb bacısı uzun müddətdir. Həkim və tibb bacısı kimi işləyirdi. Qorxmaz, cəsur. Həqiqətən də bunun bilik bacarıqları, tibbi bilik bacarıqları elə verdim ki, tibb bacısıdır. İbrahimov İlqar İbrahimoğlu, İsmailov Tacəddin, Sıravi Saldat. Əliyev Əlibala, Babaxanoğlu, Ağsaqqal. Mamedov Füzuli Yaşaroğlu, Gizir. Hüseynov Eldar Baloğlanoğlu, Qazi. Nəzərov Elsəvər Orucalıoğlu, Qazi. Sizə də minnətdaram. Çox sağ olun, var olun. Gəldiniz, müsahibə aldınız. Yəni, necə ki, şəhidləri unutmursunuz, unutturmursunuz. Eləcə iştirakçıların da yanında olursunuz. Onların həyatı ilə maraqlanırsınız, yəni işıqlandırırsınız. Buna görə sizə öz sonsuz minnətdarlığımı bildirirəm. Təşəkkür edirəm sizə, var olun, sağ olun, hər şeyə görə. Mən də fəxr edirəm ki, sizin kimi Azərbaycan xanımları var. Allah sizdən razı olsun. Bəzi işlərdə, yəni mənim bu bəzi işlərimdə də mənə çox yaxından dəstək olursunuz. Tədbirlərinizdə demək olar ki, çox yaxından dəstəkçimizsiniz. Var olun, buna görə sizə sonsuz təşəkkürümü bildirirəm. Allah sizdən razı olsun.
qəhrəmanımızın hekayəsi də beləcə yekunlaşdı. Növbəti hekayələrdə görüşənədək.